Salam, axşamınız xeyir, realdasınız. 27 sentyabr. Bugün Azərbaycan ordusunun qəhrəman əskər və zabitləri Ali Başkomandan İlham Əliyevin rəhbərliyi altında işğalda olan torpaqlarımızı azad etməyə başlamışdı. Bugün həm də Prezident İlham Əliyevin sərəncamına əsasən ölkədə anım günü kimi də qeyd edilir. Biz də hazırda Zəfər Parkındayıq. Gördüyünüz kimi axşam şəraiti olmasına və havanın kəskin şəkildə soyuq olmasına baxmayaraq insanlar abidəni, Zəfər Parkını, Zəfər tağını ziyarət etməyə davam edirlər. Gördüyünüz kimi məktəblərdən, universitetlərdən, Vətən müharibəsində iştirak etmiş qazilərimiz, iştirakçılar, böyükdən kiçiyə hər kəs buradadır və günün axşam olmasına, havanın soğuq olmasına baxmayaraq insanlar hələ də ziyarətə davam edirlər. Zəfər tağı bizim Vətən müharibəsinin bir növ emblemidir, rəmzidir. Tarix heç vaxt unudulmur. Zaman-zaman baş vermiş hadisələri gələcək nəsillərə çatdırmaq üçün daim yaddaşında qoruyub saxlamaq lazımdır və Zəfər tağı da bizim 44 günlük Vətən müharibəsindəki qələbəmizin rəmzidir. Xaricdən gələnlər, gələcək nəsil bu Zəfər tağına baxıb bizim 44 günlük tarixi salnaməmizi xatırlayacaqlar. Biz 44 günlük müharibədə vətən uğrunda canından keçmiş şəhidlərimizi heç vaxt unutmayacağıq. Və gördüyünüz kimi insanlar hələ də ziyarətə davam eləyir. Məndən bu qədər. Söz sizdə.